Bu videoda mən sizlərə bax bu gördüyünüz test kitabça belə deyək. Buraxılış bu illəri, yəni 2025-ci ilin buraxılış suallarıdır. Bunun üzərindən bir video çəkmək istəyirəm ki, gəlin biraz həm sizə necə deyirlər, həm sizə motivasiya verici video olacaq. Həvəsdən düşmək lazım deyil. Həm də çox çalışmaq lazım olduğunu bildirəcəm, həm də bəzi sualların izahını verəcəm ki, necə düşüb. Sınağın, yəni bu buraxılış suallarının izahına keçməmişdən əvvəl sizə bildirim ki, onlayn dərslərimiz davam edir. Bu nömrələri yazıb poçtala bilərsiniz. Eləcə də bizim sınaq qruplarımız davam edir. Bilirsiniz ki, sınaq qruplarında demək olar ki, saysız hesabsız sınaq var. Yəni işlə bitmir və çox sınaq işlədirəm orada. OTK-nın sınaqlarıdır, DİM 20 sınaqdır, sonra güvəndəndir, başqa kitablardandır, düşmüş suallardır. Mənim 85 sınaq kitabım, hər şeydən var orada. Yəni bütün hamısının izahları da var. Yəni elə bir tip sınaq olmasın ki, orada olmasın. Ətraflı suallarda işlədəcəm. Bu nömrələrə yazın, yəni bu sınaq nömrəsinə qoşulun. Minimum qiymətə maksimum hazırlaşın və gedin nəticə toplayın. Bir də kanala abunə olub yazmağı unutmursunuz. Bax, məsələn, vuruqlara ayırmadan görün nə düşüb. Şifahi bir sual düşüb. Burada 5-i çıxartsam nə qalacaq? 5-i çıxartsam qalacaq 5 çıxa. Gördünüz? 5-i çıxartdım, qaldı 5 çıxa. Cavab nə oldu? D variantı. Və salam, qutardı, getdi. Sonra 3-cü sualda nə olacaq? Cədvəldəki ədədlərin hansı hissəsi irrasionaldır? Əslində mənim keçən illəri şagirdlərimdən, yəni bizim keçən illəri, yəni keçən il deməyim də, bu illəri, yəni 2025-də mənim 25 şagirdim 100% yazdı. 25 şagird 100% yazdı. Amma bu 25 şagird 45 şagird ola bilərdi 100% yazan. Bax, bu sual o 20 nəfəri 25-dən vurdu, 24 oldu. Bax, bu sual, yenə deyirəm, bu sual sadə bir sualdır. 3 saniyəlik bir sualdır. Amma şagirdlərin 100% nəticə toplamasının qarşısı aldı. Düz 20 nəfər buna görə 24 yazdı. Bax, deyir hansı irrasional? Biz bilirik ki, pi və y ədədləri hər zaman irrasionaldır. Pi ilə y hər zaman irrasionaldır. Amma bir də kökdən çıxa bilməyən ədədlər. Burada məsələn pi irrasionaldır, kök 3 irrasionaldır, amma kök 9 irrasional deyil. Çünki kök 3 sıxır buradan. Hə, bax, çoxu harada çaşmışdı? Burada çaşmışdı. Uşaqlar, dövrü ədədlər, olsun saf dövrü, olsun qarışıq dövrü. Bunların hamısı şeydir. Bunların hamısı rasionaldır. İrrasional deyil, rasionaldır. Bu rasionaldır. Çünki bu adi bir kəsirdir də. Amma bu irrasionaldır. Bu irrasionaldır. Bu da çoxu uşaqları niyə çaşmışdılar? Bu dövrü ədədləri də götürmüşlər irrasional kimi səhv eləmişdilər. 1, 2, 3, 4. 4 dənə ədəd irrasionaldır, qalanları rasionaldır. Ümumilikdə neçə ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 10 dənə də, 10-da 4, 0,4 dənəsi bunun, yəni hissəsi irrasionaldır. Diqqətli olmaq lazımdır burada. Diqqətli olmaq lazımdır. Sonra, indi istəyirəm ki, burada lap elə birinci suala baxasınız. Çoxluqlara aid olan bir sualdır birinci sual. Birinci sualda nə istəyirsən? Deyir, kəsişməsi boş olmayan. Bax, ümumiyyətlə, çoxluqlarda bunu bilməlisiniz ki, iki çoxluğu kəsişdirəndə bura açıq B-dir həmişə, bura B çıx A-dır həmişə, burada A ilə B-nin kəsişməsidir və burada açıq B-ni 6 verib, B çıx A-nı 4 verib. İndi kəsişməsi boş olmayan deyir. Yəni, deməli, kəsişmədə nəsə element var, boş deyil. İndi birləşmə nə deməkdir? Birləşmə bunların üçünün də cəmi deməkdir. 6x4, 10 plus x-dir və səndən də birləşmənin ən kiçik elementin soruşu, ən kiçik deyirsə x-a 1 versən 11. Yəni, hər bölmənin ən, yəni x-a niyə 1 verdim, ən kiçiyini istəyir də, hər bölmənin ən asandı düşüb, çoxluğun ən asandı, vuruqlara ayırmanın ən asandı, irrasional ən asanı. Sonra bu, dördüncü sual şifahi bir sualdır. Yəni, biz bunun nə qədər çətinlərini işlədik? Deyir ki, deməli, əzizlər, dərəcə eyni olanda, eyni kökün altında yazırsan, dərəcə eyni olanda, eyni. Bu da ikinci dərəcədəndir, bu da ikinci dərəcədəndir. Eyni kökün altında 11 çıx kök 21-i, 11 plus kök 21-ə vuranda, bu da bizə nəyi verir?
Bu da bizə verir müxtəsər vurma düsturu. Eyni ifadənin fərqin cəminə vuranda birincinin kvartı 11-in kvartı 121 çıx. 21 o da 100 eləyir. Oradan da nə çıxır? 10. Hə, keçən illəri çoxu bunu da səhv eləmişdi. Burada başları qarışıb uşaqların tezbazar kök 10 yazmışdılar. Halbuki cavab 10'dur da. Burada 121-dən 21 çıxanda 100 kök 100'dür 10 çıxır. Bax bunu səhv eləmişdilər. Şifahi bir sualdır. Məsələn, burada 5-ci sual faiz məsələsi. Deyir, şəkər çuğundurundan onun kütləsinin 80% qədər şəkər alınır. Yəni, bu deməkdir ki, şəkər çuğunduru neçə kiloqramdırsa, onun o neçə kiloqramsa o kiloqramın 20% şəkərdir. İndi bu da yazıb 80 ton şəkər çuğunduru. Deməli, bunun 20% şəkərdirsə, 20%-ni tapıram. 20%-ni tapanda deməli 16 kiloqram. Yəni, faizin ən asanı düşüb. Faizin ən asanı düşüb. 6-cı sualda da Y-in hansı qiymətlərində bu ədəd silsilənin ardıcıl hədləri olar? Ədədləri silsilənin, əgər silsilənin ardıcıl hədləridirsə, deməli onda silsilənin xassəsinə görə bu ortadakı 3 minus Y birinci ilə, yəni bu belə deyək də, bu A1, bu A2, bu A3-dürsə, bu A2, A1 ilə A3-ün cəminin yarısıdır silsilənin xassəsi. Y minus 2 ilə 6 minus Y-in cəmi 4-də, onun da yarısı 2-dir. Bu da modul tənlikdir. Bir dəfə olduğu kimi 2-yə bölürsən, bir dəfə də bunu mənfi 2-yə bölürsən. Burada nə olur? Y bərabər 1 oldu. Buradan da Y bərabər oldu 5. 1 və 5. Məsələ bitdi. Yəni, bu da silsilənin ən asan sualı. Sonra bərabərsizlikdir, məsələn, burada. Deyir ki, bərabərsizlik ən böyük əngdir. Nə var ki, burada? Yəni, 6-dan kiçikdirsə, ən böyük qiyməti deməli 5-dir. Mənfi 5,3-dən böyükdürsə, onun da ən kiçik qiyməti mənfi 5-dir. Çünki ədəd oxu çəkib onu görə bilərsən ki, mənfi 5,3-dən belə, mənfi 5, mənfi 4 belə davam edir. Bu yanda da 6-dırsa 5, 4 davam edir. Deməli, onda burada bunun ən böyüyü 5-dir, ən kiçiyi də mənfi 5-dir. Hasili də mənfi 25-dir. Bu cür. Sonra, mən indi burada birinci hissəyə aid olanlara əsasən baxıram da. Məsələn, 11-ci sualda diaqonallar sayı 9 olan qabarıq çoxbucaqdan söhbət gedir. Diaqonallarının sayı düsturu nə idi? N vur N-3 bölü 2 düsturu ilə tapılır da. Diaqonalların sayı. O da N vurulsun N-3 bərabərdir 18. Şifahi görsənir ki, N burada neçədir? 6-dır. İndi deməli 6 bucaqlıymış. Ən sadə bir sual. Sonra, həmişə işlədiyimiz sual. Uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Böyük bucağın dərəcə ölçüsünü. Uşaqlar, uyğun tərəfi paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edirsə, əgər birinə alfa desək, o birisi də olacaq 0,8 alfa. Çünki biri o birinin 80%-dir. Alfanın 80%-i 0,8. Biz də bilirik ki, təbii ki, uyğun tərəfə paralel olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmi 180-dir. Əlbəttə ki, burada bir-birinə bərabər ola bilmir deyəni cəmləri 180-dir. Buradan da 1,8 alfa bərabər 180. Buradan da alfa bərabərdir 100-ə. Alfa 100-dürsə, beta da oldu, yəni digər bucaqda oldu 80. Böyüsün istəyir 100. Tutardı, getdi. Sonra, məsələn, burada 18-ci sualda, bu necə sualda 18-ci sual? Deməli, burada adi bildiyiniz rasional kəsirlər mövzusuna aid olan sualdır. Bu, x kub çıx 3x kvadratdan x kvadratı çıxardanda qalır x. Onda elə eləməyək. Başqa cür vuruqlar ayıraq. Elə sərf eləməz bizə. Belə eləyək. Burada x kub çıx 1 yanaşı yazıram. Bu mənfi 3x kvadrat plus 3x'i də belə yanaşı yazıram. Aşağıda 2-ni çıxardıram. X kvadrat minus 1. Böləndə tərsinə vurulur. Bu düşdü aşağı. Bu qalxdı yuxarı. İndi uşaqlar buradan bu ikisindən x kub çıx 1-in açılışı x minus 1. X kvadrat plus x plus 1. Bu ikisindən isə mənfi 3x çıxır. X minus 1. Belə. Bu da x kvadrat minus 1, x minus 1, x plus 1 deməkdir. Bu x plus 1 bölünsün. Bu aşağıdakı ifadə müxtəsər vurma düsturudur bu. 'X-1'in kvadratı'. İndi qulaq as. 'X-1'in kvadratı' 'X-1 plus 1' 'X plus 1' 'X plus 1' demək. Bu aşağıdakı ifadə müxtəsər vurma düsturudur bu. X minus 1'in kvadratı'. İndi qulaq as. 'X-1'in kvadratı' 'X minus 1'in kvadratı'. Bu
X plus 1'in əslində biri bundan ixtisar getdi. Yuxarıda x minus 1'i çıxardanda ortaqda bu x minus 1 burada, burada da x minus 1. Bu ifadədən də, yəni bu qalır. Birincidə bu qalır, bunda da bu qalır. Onda bu da x kvadrat x çıx üst x minus 2x plus 1 bölünsün 2 vur x minus 1. Burada 1-də. Əslində bu x minus 1'in kvadratını açdım. Heç açmağa ehtiyac yoxdur. Elə belə yazaq. Bundan da bu ixtisar getdi. Bundan da bu ixtisar getdi. Qaldı 2-də 1. Yəni bu sualda 0,5. Bu sualda rasional kəsirlərə aid olan gözəl bir sual idi və biz də bunun həllini sizə verdim. Rasional kəsirlərə aid olan bir sualdır. Onu bilmək lazımdır. Bu ətraflı suallara aid xüsusi izahlarım olacaq. Xüsusi videolarını çəkəcəm ətraflı suallarını. Yəni mən burada sizə nəyi başa salmaq istəyirəm? Nəyi bildirmək istəyirəm? Əzizlər, çalışın. Buraxılış çətin olmur. Blok biraz yüngülvari çətin suallar olur blokda, amma buraxılış çətin olmur. Demək olar ki, buraxılış hər mövzunun ən asan sualı düşür. Hansı mövzuya əl atırsan, həmin mövzunun ən asanı düşür. Yazmaq lazımdır. Və gələn dəfə burada artıq mən müxtəlif videolar çəkəcəm. Burada həm sizə ətraflı sualların, izahlarını verəcəm buradan sizə. Həm başqa videolarımız olacaq. Hər dəfə sizə qısa-qısa videolarda dəstəyimi göstərəcəm. Və bir də əzizlər, yenə təkrarlayıram. Əgər bu sualları rahat yazmaq istəyirsinizsə, bizim həm sınaq qrupuna qoşula bilərsiniz, həm də dərs qrupuna qoşula bilərsiniz tam arxayınlıqla və qoşulub nəticələrinizi artıra bilərsiniz. Sağ olun, salamat qalın, uğurlar sizə.